Əziz müsəlmanlar, hamınızı Allahın salamı ilə salamlayıram. Bugün bizə ünvanlanmış bir suala cavab verməyə çalışacağıq. Bu sual həmail ilə bağlıdır. Həmail nədir? Fayda vermək və ya bir pislikdən qorunmaq üçün boyuna asılan dua, sümük və s. kimi asılqandır. Həmail həm də təmim sayılır. Bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Kim bir şeyi boyundan asarsa, ona həvalə edilər. Yəni, burada məna nədir? Allaha həvalə edilməz. Çünki o artıq boyundan bir şey asdıqda Allaha yox, boyundan asdığı duaya və yaxud da hal-hazırda Quran-ı Kərim daha çox məşhurdur, boyundan asılır. Ki, bu da təmim hökmünə girir. Buna görə də haram sayılır. İndi bununla bağlı dəlillərə baxacağıq. İbn Məsud radiyallahu anhu demişdir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Şübhəsiz ki, tilsimlər, həmaillər və tivalə şirkdir. Hədisi Əbu Davud və Hakim rəvayət etmişdir. Burada da gördüyünüz kimi, həmailin şirk olduğu və taxılmağının icazəli olmadığını hədis təsdiqləyir. Abdullah ibn Ukeym radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Kim boynundan, paltarından və s. bir şey assa, elə ona da həvalə edilər. Hədisi Əhməd, Tirmizi və Hakim rəvayət etmişdir. Müsnəd Əhməd 4310, Sünən Ət-Tirmizi 2072. Uqbə ibn Amir radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Boynundan həmail asan kimsəyə Allah salamatlıq nəsib eləməsin. Balıq qulağı asan kimsəyə də Allah rahatlıq verməsin. Hədisi Əhməd və Hakim rəvayət etmişdir. Uqbə ibn Amir radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Həmail asan kimsə Allaha şərik qoşmuş olur. Hədisi Əhməd rəvayət etmişdir. Bütün bu dəlillər cahiliyyə dövründə ərəblərin oxuduqları və içərisində şirk olan ovsunlara aiddir. Bunlardan Allahdan qeyrilərinə bağlılıq və şirk olduğuna görə qadağan edilmişdir. İçində Quran ayələri yazılmış həmaillərə gəlincə, bu xüsusda İslam alimləri ixtilaf etmişlər. Bəziləri bunu caiz hesab etmiş, digərləri isə haram saymış və şəfa tapmaq məqsədi ilə boyundan Quran asmaq olmaz demişlər. Bu rəy aşağıdakı əsaslara görə daha doğru hesab edilir. Birinci dəlilimiz, həmail asmağı qadağan edən dəlillər ümumidir. Hər cür həmailə aiddir və bunu xüsusiləşdirən hansısa həmailin danışmasına rüsxət verən bir dəlil yoxdur. İkincisi, daha böyük günahı aparan yolun qarşısını kəsmək üçün. Belə ki, bu gün boynundan Quran ayəsi asan kimsə sabah başqa həmaillər də asa bilər. Ki, bugünkü gün biz görürük, Qurandan əlavə göz muncuğu falan da asırlar. Bu da təmim həmailə daxil olur. Təbii ki, bu da şirkdir, günahdır. Üçüncüsü, Quranı boyundan asan kimsə onunla ayaq yoluna getdikdə və orada təbii ehtiyacını rəf etdikdə, yuyunduqda və başqa bu kimi natəmiz işlərdə Allahın ayələrinə qarşı hörmətsizlik etmək məcburiyyətində qalacaq. Dördüncüsü, şəriətə görə Quran oxumaq vasitəsilə şəfa diləmək yalnız müəyyən formada caizdir. Bu da xəstəyə Quran oxumaqdır ki, bundan artığını da etmək olmaz. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və ətubu ileyk.